Hello everyone, hər kəsə salam. Əziz beşincilər, növbəti izahımızla qarşınızdayıq. Bugünkü izahımız Around the World olacaq. İlk öncə bizi bir reading qarşılayır. Gəlin həmin readingi oxuyaq, tərcümə edək. Daha sonra hər zaman olduğu kimi tapşırıqlarını yerinə yetirərik. Ə, Deməli, readingimiz belə adlanır. How to dress in the desert. Səhrada necə geyinməli? My name is Ahmed Mustafa Aburabi Sulaim, and I am 30 years old, boarding from Arabian Desert. Mənim adım Əhməd Mustafa Əburabiya Süleymdir. Mən deməli, səhrasında olan 13 yaşlı bədəviyəm. I am an artist and I'm sending two of my pictures. Mən rəssamam, özümdən iki şəkil göndərirəm. They show the type of clothes that we wear in our community. Onlar bizim icmamızda yəni geyindiyimiz geyim növlərini göstərir. Every month we have a new article about clothes and culture. This morning we are talking about Ahmed Mustafa. Hər ay geyim və mədəniyyət haqqında bir yeni məqaləmiz olur. Bu ay Əhməd Mustafa ilə söhbət edirik, yəni bu burada verilib. Gəlin digər hissəyə keçək. In this picture, my brother Abdullah is next to one of our camels. Bu şəkildə qardaşım Abdullah dəvələrimizdən birinin yanındadır. But wait, is Abdullah wearing a dress? Yes, he is because it's very hot in the desert, so we wear loose clothes. Amma dayan, Abdullah paltar geyinib. Bəli, geyib. Çünki səhrada çox istidir və biz bol geyimlər geyinirik. We all wear dresses, women, girls, boys and men. Hamımız paltar geyinirik. Qadınlar, qızlar, oğlanlar və kişilər. He is not wearing a hat on his head, but a gutra. Onun başında papaq deyil, gutra var. This protects his head from the sun. Bu onun başını günəşdən qoruyur. He is wearing sandals too because the sand is really hot. Qum çox isti olduğu üçün ayağında da sandal var. Yəni o sandal geyinib çünki qum çox istidir. And what are the people doing in this picture? It is the end of the day and the men are sitting and listening to traditional stories. Bəs bu şəkildə insanlar nə edir? Günün sonudur, kişilər oturub ənənəvi hekayələrə qulaq asırlar. Some are wearing coats or funwas because the nights are cold. Bəziləri pencək və ya fərfa geyinib, çünki gecələr soyuq olur. Who is the woman wearing a black dress? And what is she doing? Qara paltar geyən qadın kimdir və o nə edir? Well, that's my aunt Aisha, and she's working. She's bringing water to the camp. Bu xalam Ayşədir və o işləyir. Düşərgəyə su daşıyır. Şəkillər də həmən bəhs etdiyi şəkillərsə bunlardır. Devam edirik. Look at the article, the titles and the images that answer the question. Check the correct answer. İlk yenidən artikla, məqaləyə bax, başlığa və şəkillərə bax və bu suallara cavab ver, düzgün olana çək qoy. What do you think the article is about? Nə düşünürsən? Article nə haqqındaydı? Families and traditions in desert. Ailələr və ənənələr, yəni səhrada ailələr və ənənələr. Water in the desert. Səhrada su. People's clothes in the desert. İnsanların geyimi, səhrada insanların geyimi. Bu mövzu təbii ki, səhrada insanların geyimi haqqındaydı. Çünki artıq başqa bir şeydən danışmırdı. Bəzi geyim növlərinin, yəni eşitmədiyimiz geyim növləri var idi orada adı çəkilən və ümumilikdə səhrada onların nə geyindiyindən bəhs edilirdi. Read the article quickly. Artiklı tez-tez oxu. Check the words in the article. Sözləri deyir artikelda neynə yoxla.
Deməli, burada biz yoxlamalıyıq ki, sözlər artikeldə olan sözlərdirmi? Yəni artikeldə olan sözləri biz burada tik qoymalıyıq. Dress, geyimdən, yəni paltardan orada söhbət gedirdi, var idi. Amma glasses sözünü mən görmədim. Pants, şalvar yox idi. Jacket yox idi. Coat, coat olmalıydı səhv etmirəmsə. Baxaq. Bəli, baxın burada coat sözü var. Deməli, gəlin ona da tik qoyaq və close da var idi. Davam edirik. Deməli, 4-də isə 3-də nə deyir? Read the lesson article, check your answer, exercise 1-2. Aha, deyir ki, yenidən dinləyin və oxuyun cavablarınızı, 1 və 2-dəki cavablarınızı yoxlayın. Siz istəsəniz yoxlaya da bilərsiniz. 4-də baxaq. 4-də deyir ki, 1-dən 4-ə qədər olan sözləri A-dan D-yə qədər olan soluqları ilə birləşdirməliyik. Abdullah geyinirdi, paltar və qutra geyinirdi. Olacaq D variantına uyğun. Daha sonra da mən kişilər nə edirdilər? Are sitting the listening stories. Ayşə isə nə edirdi? İşləyirdi. Is working olacaq. 5-ə baxırıq. 5-də isə true false etməliyik. Hansılar truedur, hansılar falsedur? Gəlin baxaq. Deməli deyir ki, in the desert, women wear dresses and men wear pants. Qadınlar deyir paltar geyinir, yəni don geyinir, kişilər isə şalvar geyinir. Bu səhv idi. Orada hər kəs belə deyək don geyinirdi. Hats are sonra nə deyir? Hats are common to protect from the desert sun. Deyir ki, papaqlar onların sandan, günəşdən qoruyur. Bu truedur. True edirik. Daha sonra sandals protect your feet from the hot sun. Bu truedur. Yəni onların ayaqlarını isti, qaynar qumdan qoruyurdu. Nights are always hot in the desert. Gecələr deyir istidir səhrada, amma yanlışdır. Gecələr soyuq idi. Hətta onlar kot geyinirdilər. Bu olacaq false. Bedouin women are responsible for getting water. Aha, deyir bədəvi qadınları su gətirməkdən cavabdehdirlər. Bu da true idi, bəli. Çünki orada biz gördük ki, həmin qadın neyniyir? Su gətirir. Kişilər isə oturub söhbət edirdilər. 6-ya baxırıq. Deməli, word in context. Kontekstdəki sözləri istifadə etməliyik. Complete a sentence with the words below. Yəni, verilən sözləri doğru yerlərdə cümlələrə qoymalıyıq. Gəlin, ilk öncə sözlərimizə baxaq. Cold soyuq deməkdir, bilirsiniz yəqin. Bilməyənlər üçün yazıram. Hot, isti. Sandal, elə səndəl. Loose və sand isə, gəlin onları da yazaq. Bol, geniş. Sand isə qum. Aha. Yəni, birinci cümlədə deyir ki, people wear coats to protect them from hot temperature. Deyir ki, insanlar ahadan kot geyinirdilər. Hot niyə? Cold temperature. Hətta oxumuşam. People wear coats protect them from cold. Yəni soyuq havadan qorunmaq üçün geyinirlər onlar kot paltonu. 2-də deyir, Bedouins usually wear clothes because it's hot in the desert. Səhra isti olduğuna görə bədəvilər necə paltarlar geyinirdilər? Loose clothes geyinirdilər. Yəni bol, geniş paltarlar geyinirlər. People wear nəsə in the summer, not shoes or sneakers. Yəni ya ayaqqabı, ya idman ayaqqabısı geyinmirlər, nə geyinirlər? Sandal geyinirlər. The Neyse, in the desert is very hot and it's difficult to walk there. Walk deyirsə, yəni orada gəzmək çətindir deyirsə, it is difficult to walk there. Deməli, çox isti olan nədir? Qumdur. Burada olacaq sand. Yəni sand çox isti olduğuna görə, qum çox isti olduğuna görə orada üzərində gəzmək çətindir. People don't wear coats when it is hot.
Deyir ki, insanlar kot geyinmirlər isti olanda. Çünki kot palto deməkdir, ancaq soyuq havalarda geyinilir. Davam edirik. Speaking bölməsinə gəldik. Speaking bölməsində isə bizə deyilir. Read and listen to friends talking about clothes. Where are they? Deyir ki, iki dost arasında olan söhbəti qulaq as və onlar da geyimdən danışırlar. Onlar hardadılar? Gəlin başlayaq, oxuyaq, tərcümə edək və baxaq görək onlar hardaymışlar. Hi Georgia, are you wearing a new sweatshirt? Salam Georgia, sən yeni öz sweatshirtini geyinirsən? Yeah, it's my brother's. Do you like it? Bəli, o mənim qardaşımındır. Um, Sən onu bəyənirsən? Not really. I prefer your red sweatshirt. Deməli, yox, mən sənin qırmızı sweatshirtına üstünlük verirəm. Well, that's my favorite. Yaxşı, o mənim sevimliyimdir. But the sweatshirt is nice. Amma bu sweatshirt gözəldir. I guess it's a bit big. Mən təxmin edirəm ki, o biraz böyükdür. Really? Yes. And I think it's really old. Bəli, və mən düşünürəm ki, o çox köhnədir. You're right, sən haqlısan. What are you doing? Sən indi nə edirsən? I'm changing my sweatshirt. Mən öz sweatshirtümü dəyişdirirəm. Change dəyişdirmək deməkdir. Aha, devam edirik. Live in English, complete the mini dialogues with the expression below. I prefer, not really, I guess. Bugünkü expressionlarımız bunlar olacaq. Deməli, I prefer üstünlük verməkdir. Nəyəsə üstünlük vermək. Yəni, bundansa buna üstünlük verərəm mənasında işlənir. Not really, yəni həqiqətən də yox, doğrudan da yox, yəni necə deyərik, çox da yox mənasında. I guess isə deyəsən, yəqin ki, təxmin edirəm ki, bu anlamlarda işlənir. Tərcümələri bunlardır. Yaza bilərsiniz, qeyd edə bilərsiniz. Gəlin başlayaq. Do you like my new sneakers? Sən mənim yeni idman ayaqqabılarımı bəyənirsən? No, I prefer. Mən üstünlük verirəm your old ones. Sənin köhnə birin var idi səndə. Ona üstünlük verirəm. Baxın bu anlamdadır. İkiyə baxırıq. Where's my new sweater? Mənim yeni sweaterim hanı? I don't know. In the closet, I guess. Mən yəqin ki, yəni mən təxmin edirəm ki, yəqin ki, o harda olar? Sənin şkafında olar. Daha sonra, do you like my pants? Mənim şalvarımı xoşlayırsan? Not really. Çox da yox. Çox da yox. Sorry, I don't like green pants. Bağışla, mən yaşlı şalvar bəyənmirəm. Belə, davam edirik. Burada bir pronunciation var. Dinləyib təkrar eləməlisiniz. 7.6-da dinləmə dialoqu yenidən dinləyin və practice eləyin partnerinizlə deyir. Onu da özünüz edə bilərsiniz. 6-da isə role play a new dialogue. Follow the steps. Take a picture of your friend in nice clothes. Change the words in blue to write a new dialogue in your notebook. Practice your dialogue with a partner. Present your dialogue to the class. Deməli deyir ki, addımları təqib elə və özün üçün bir dostunun gözəl paltarlı bir şəklini götür. Orada mavi sözləri dəyişdir və yeni bir dialoq yaz öz dəftərinə və həmən dialoqu partnerinlə praktika elə və sinifə təqdim elə. Buradakı sözlərdən gedir söhbət. İstədiyiniz bir şeyi ilə dəyişə bilərsiniz. Mən indi sadəcə özüm istədiklərimi dəyişəcəm. Sizdə də fikir olsun. Siz də indi ilə bu şəkildə istədiyiniz formada sözləri dəyişə bilərsiniz. Bəli uşaqlar, mən sizin üçün dəyişdirdim. Sizin üçün də sizə bir fikir olsun deyə sweatshirt-ı t-shirt ilə dəyişdirdim. Brothers-ı sisters-lə, red sweatshirt-ı green t-shirt-lə, nice sözünü comfortable sözü ilə, big small-la, really oldu too loose-la. Loose bilirsiniz də, bayaq da dedik, geniş, böyük, enli deməkdir. Sweatshirt-ı dediyim kimi t-shirtlə dəyişdirdim. Siz də istədiyiniz bir şeylə dəyişdirə bilərsiniz. Gəldik yeni bir unitə, get moving.
Bu unitdə biz nə öyrənəcəyik? Talk about sports, idman haqqında danışmağı, write about people and sports, insanlar və idman haqqında danışmağı, listen to a podcast, podcast dinləməyi. Bu unitin məqsədi də bu. Learn about why we do sport. Öyrənəcəyik ki, biz niyə idman edirik. Write an email və e-mail yazmağı. Başlayaq. Vocabulary in context. Birinci vokabulary ilə başlayırıq. Deməli, burada bizim yeni söz bazamız var. Sözlərimiz var bazamızın inkişafı üçün. Gəlin ilk öncə onların tərcümələrini yazaq və daha sonra başlayaq izahımıza. Demək, burada ya dans ya da surf veriblər. Biz şəklə baxıb uyğun olanı qeyd etməliyik. Or ya da deməkdir uşaqlar. Swim, dance or surf or run in the ocean with your friends. Deyir ki, dostlarınızla okeanda ya üzün, dans edin, surfing edin, yoxsa run. Burada hansıdır? Burada təbii ki, surfing edirlər. Səhv etmirəmsə əgər. Bəli, üzmürlər, oynamırlar, qaçmırlar, surfing edirlər. Daha sonra ikinci şəkildə heç bir şey yoxdur. Ice skate, play volleyball or run, surf on the beach. Beach deməli dəniz kənarı. Azərbaycancasını unutdum. Beach olacaq çimərlik, bəli, çimərlik. Ice skate buz kankisidir. Play voleybol, voleybol oynamaq, run isə qaçmaq. Bunlar isə gördüyümüz kimi qaçırlar. Surfing də etmirlər. Come to Andalusia, Spain to the sports. Andalusiyaya gəl, Spain-də idman etməyə. Daha sonra swim or ski on the mountains. Təbii ki, ski in the mountains, yəni dağda xizək sürmək. Daha sonra ice skate, play volleyball at the ice rink. Yəni buz üstündə təbii ki ice skating olacaq. Play volleyball olmaz. And in the evening dance or ski to the great music with your friends. Və gecənin, axşamın sonunda möhtəşəm bir musiqi və dostların ilə dans elə olacaq. Ski yox təbii ki. Yeni sözlərimiz bunlar idi. Yazıb lüğət dəftərinizdə öyrənə bilərsiniz. Devam edirik. Organize the verbs below in the circle. Do you use your hand or foot? Deməli, biz bu verilən verbləri, yəni fiilləri uyğun dairələrdə yazmalıyıq ki, hansını edərkən biz əlimizdən, hansını edərkənsə ayağımızdan istifadə edirik. Məsələn, kick təpik vurmaq deməkdir. Təbii ki, bunu ayaqla etdiyimizə görə ayaqla olanların altında yazırıq. Throw atmaq, tullamaq deməkdir. Nə isə ona görə bunu yazacağıq əllə edə biləcəklərimizin cərgəsində. Catch də tutmaq deməkdir. Onu da əllə edirik. Burada yazırıq. Walk gəzmək ayaqla. Run isə qaçmaq deməkdir. Onu da bu hissəyə yazdıq. Davam edirik. Match the images with the words in exercise 2. Then listen, check and repeat. Deməli, buradakı feilləri biz şəkillərin altında yazmalıyıq ki, hansı şəkildə nə edirlər. Baxın, məsələn, burada topu fırladır. Fırladır deyənə, yəni tulluyur mənasında. Yazırıq bura through. Burada nə edir? Walk eləyir də, yəni gəzir deməli olacaq elə walk. Burada isə təpik vurur topa. Düzdür, təpik vurur deməli olacaq kick. Daha sonra burada nə eləyir? Nə qaldı? Catch olacaq. Catch the ball. Topu tutmaq. Burada isə run. Run var idi da düzdür. Burada isə qaçır. Bəli. Bu şəkildə yoxladıq. Siz də dinləməklə yenə də yoxlaya bilərsiniz. Yerlərin səhv yazdığınız varsa düzəliş edə bilərsiniz. Use it, istifadə elə. What sports do you do? Hansı idman növlərini edirsən? Mark or mark yəni yaz deyir, qeyd elə tick or x. Ski edirsinizsə yes qoyacaqsınız və təbii ki, sinif yoldaşlarınızda da həmçinin etmirsə x. Run, qaçırsan, tutaq ki, sən qaçmırsan, sinif yoldaşın qaçır, okey olacaq. Dans, hər ikiniz edirsiniz, tutaq ki. Və yaxud da play basketball, sən oynamırsan, o isə oynayır. Yəni, bu şəkildə siz öz hansı sporları edirsinizsə, onun qarşısına tick və yaxud da x qoya bilərsiniz. Və bunu soruşa da bilərsiniz partnerinizdən ki, what sports do you do? Hansı idmanları edirsən sən?
I dance, I run, and I swim. I don't surf or ski. Mən oynayıram, qaçıram, üzürəm, surfing və ya da ə, skiing etmirəm. Yəni bu şəkildə də cavab ala bilərsiniz və yaxud da verə bilərsiniz. Gəldik reading bölməsinə. Look at the text and image, then check the correct answer and answering the question. İlk öncə teksti oxuyaq ki, bu sualların cavabını qayıdıb verə bilək. Başlayaq tekstimizin tərcüməsinə. Theo Corin is from France. Theo Corin Fransadandır. He swims in Paralympics. O, paralimpiya oyunlarında üzür. He swims 4 hours a day and on weekends he swims in competitions. O gündə 4 saat üzür, həftə sonları isə yarışlarda iştirak edir. He can swim very fast, but he can't ski or ice skate. O çox sürətli üzə bilir, lakin fizek sürə və konki sürə bilmir. Saki Kumagai is a Japanese soccer player, but she plays for a French team. Saki Kumagai Yaponiyalı futbolçudur, amma Fransa komandasında oynayır. She loves soccer, but she likes other sports too, like basketball and volleyball. O futbolu sevir. Eyni zamanda basketbol və voleybol kimi digər idman növlərini də bəyənir. She can kick the ball very hard, but she can't swim very well. O topa çox güclü zərbə vura bilir, amma üzməyi yaxşı bacarmır. Caroline Munyani is from South Africa. Clarence Muye Cənubi Afrikalıdır. He lives with his mom and dad, his 3 sisters and his brother. O, anası, atası, 3 bacısı və qardaşı ilə birlikdə yaşayır. He can run very fast. O çox sürətli qaça bilir. He can run 200 meters in 20 seconds. O 200 metrəni 20 saniyəyə qaça bilir. He can play soccer, but he can't dance. O yaxşı futbol oynaya bilir, amma rəqs edə bilmir. Burada kommentləri görürsünüz. Max, Julia və Helena'nın. Max, I love Saki. She is awesome. Odur ki, mən Saki'ni sevirəm. O çox yaraşıqlıdır da, çox gözəldir. I can kick the ball very hard, but I can't play volleyball. Mən topa sürətli, güclü vura bilirəm, amma voleybol oynaya bilmirəm. Julia isə deyir, wow, Theo is my hero. Theo mənim deyir, qəhrəmanımdır. I can swim 100 meters in 3 minutes, but I can't swim fast like Theo. Deyir ki, Theo mənim qəhrəmanımdır. Mən də 100 metr 3 dəqiqə üzə bilirəm. Amma Theo qədər sürətli üzə bilmirəm. I run, Helena isə deyir, I run every day for 2 hours. Mən hər gün 2 saat qaçıram. I can run fast, but Clarence is great. Mən də sürətli qaçıram, amma Clarence çox möhtəşəmdir. He can run 100 meters in about 10 seconds. I can't. O deyir 100 metrəni təxmini 10 saniyəyə qaçır. Mən edə bilmərəm. Bu kimi suallar yox, daha doğrusu mətni tərcümə etdik, kommentləri oxuduq. İndi isə baxaq. What type of this text is this? A blog about athletes, a parliament with recommendation. Deyir ki, paralimpiya oyunçuları with recommendation. Recommendation, yəni baxın bu geri dönüşləri deyilir. Bu isə olacaq təbii ki, ikinci cavab. With recommendation. Who's your favorite athlete? Why? Sənin favori atletin kimdir və niyə? Bunun səbəbini siz hər biriniz şəxsi olaraq da yaza bilərsiniz. Mən də öz fikrimi yazacağam. Siz də baxıb eyni şəkildə və yaxud da yəni də bir nümunə kimi özünüzə götürə bilərsiniz. Burada bir kiçik səhvə yol verdim. O səhvə düzəltdim. Onu siz də düzgün yazın.
Daha sonra səhv olmasın sizdə də. Recommendationlara baxmayacaq burada. Sadəcə atletlərdən söhbət getdiyi üçün bu bölməni götürəcək düzgün olaraq. Və 2-də deyir ki, sənin sevimli atletin kimdir? Niyə? Mən ona səbəb yazdım. My favorite athlete is Theo because he swims very fast in the Paralympics and it inspires me. Deyirəm ki, mənim sevimli idmançım Teodur. Çünki o deməli çox paralimpikdə çox sürətli üzür, çox sürətlidir, very fast və məni ilhamlandırır. Inspire ilhamlandırmaq deməkdir. Belə, davam edirik. Read and listen the text, check the correct person in the chart. Deməli, chartdan biz düzgün insanı, bunları oxuyaraq, onlara hansı adam edibsə, ona tik qoymalıyıq. Gəlin başlayaq. Kick the ball very hard. Topa çox bərk vuran, yəni belə deyək də, hədə bərk vuran belə deyək. Kim idi? Saki idi. Run very fast. Sürətli qaçan. Səhv etmirəmsə ə, bu olmalı idi. Baxın, bu sürətli qaçır. Bəli, üçüncü. Swim very well. Yaxşı üzücü olan Theo idi. Swim very fast. Sürətli üzən də Theo idi. Səhv etmirəmsə, bəli. Sonra play basketball. Basketbol oynayan Saki idi. Play soccer. Play soccer'da Saki oynayırdı. Gəldik 3-ə. 3-də deyir ki, read the text again, answer the question. Teksti yenidən oxuyun və suallara deyir, cavab yazın. Gəlin həmən sualların cavablarını qeyd edək. Yaxşı, uşaqlar, mən sizin üçün buradan cümlələri seçib yazdım. Cavablarını gəlin oxuyaq. Where is Saki from? Saki haradandır? Saki is from Japan. What are Saki's favorite sports? Her favorite sports are soccer, basketball and volleyball. Who does Clarence live with? Kiminle yaşıyor deyir. He lives with his mom, dad, three sisters and brother. Does Clarence play soccer? Yes, he does. Daha sonra who can swim 100 meters in 118 seconds? Julia can swim 100 meters in 118 seconds. Belə uşaqlar, bu izahımızın da sonuna gəldik. Növbəti izahlarda görüşənədək hələlik sağ olun.